İmtahan sualları bilirsiniz nəyə bənzəyir? O taya filan gedəndə fikir vermisiniz. Yəni baxırsan ki, hamı dəyişib, heç kimi tanıya bilmirsən. Yəni gəlir, suyu şirin gəlir sənə. Amma bir yerlərdən gözüm alır ha. Amma baxırsan ki, tanış deyil də, bu kimdir belə? Baxırsan açana ki, bu bit vurmuş bibin qızıdır. Nə cür salonda bunu bəzəyiblərsə, seçilmir. Kim olduğunu ümumiyyətlə bilə bilmirsən. Aşağı yuxarı elə hamısı eyni ustadan çıxdığı üçün bir-birinə oxşayırlar. Növbə ilə hamısı eyni vaxtda gedib. Və bir də görürsən ki, gəlir bir oradan kostyumu geyinib, dar saloçka necə geyinibsə, bu burun axan bir oğludur da. Nətər bu dəyişildi, necə belə oldu? Saçın da belə, məndə yoxdur, saçın da belə filan eləyib, formalı, üzün uzağında boyuyub eləyib. Bax, imtahan sualları da ona oxşuyur. Ciddi deyirəm. Hər gün standart gördüyün suallardır. Və nəzərə al ki, hər gün gördüyün suallar imtahan suallarından daha çətindir. Sadəcə imtahanda həmin suallar o toydakılar kimi bəzənib gəlib. Yəni, orada ağ vərəqə gəlib, səliqəli şəkildə yığılıb, çərçivədə filandır. Eyni şey, isim orada da isimdir. Feili bağlama, orada da feili bağlamadır. Dıqda gedib orada məsdər olası deyil, feili sifət və yaxud orada gedib feili bağlama olası deyil. Qısası eyni şeydir. Nə öyrənirsənsə müəllimin yanında həmin şeylərdir. Əlavə, qeyri-adi heç bir şey yoxdur. Ona görə qorxmaq lazım deyil. Tam olaraq, fiziki olaraq, psixoloji olaraq hazır olmaq lazımdır. İmtahandan çıxanda göz yaşı tökməmək üçün itirdiyim parklarda, astanovkalarda veyl gəzib itirdiyin vaxtları gözünün qabağına gətirib kobud dedim, it peşmanı olmamaqdan ötürüb bu gündən ciddi çalışmalısın. Və sonra ciddi. O əlindəki o zəhrimarı atırsan qırağa, əldə vəvdandır, o zibilli aparat qırağa. Atırsan o telefonu qırağa, amma səmirəli istifadə edə bilirsənsə elə, vaxtı var da, qur, vaxtla, timerlə istifadə elə. Və sonra boş istifadə eləmə, mənası ilə sosial şəbəkələri zamanını itirmə, qutardı getdi. Ondan sonra imtahanlarında gülə-gülə kişi kimi çıx, əlini vur, yumruğunu vur stola və sonra gedin, ondan sonra qəbulun istədiyin yerə alnı açıq valideynlərin üzünə belə rahat bax. Bu qədər. Və son günlərini bizlə keçirmək istəyən bloka hazırlaşan şagirdlərimiz 055 597 0151-ə yazıb bizlə bütün proqramı tam olaraq hazırlaşa bilərlər və yəni blokda təbii ki, yüksək nəticə istəyənlər bizlə hazırlaşıb imtahana qədər mükəmməl şəkildə öyrənə bilərlər. Bu qədər, sağ olun. Bu tip videolar üçün səhifəmizi də izləməyə davam edin.